Çuvaşlar kimdir? Tıvalar kimdir? Yakutlar kimdir? Türk değil onlar. İslam değiller axı, Müslüman değiller. Qarayimlər kimdir? Qaqazlar kimdir? Qaqazlar tərtəmiz mənim dilimdə danışır. İndi mən nə deyim? Deyim siz Türk değilsiniz. Niyə? Sən demə Müslüman değilmiş. Batsın sənin dinin. O din məni parçalayacaqsa, məni öz millətimdən olanla üz-üzə qoyacaqsa, dünəndən batsın o din. Nəyimə lazımdır? Ümumiyyətlə isə bir din insanlar arasında təfriqə yaradırsa, insanları qarşı-qarşıya qoyursa, ailə içində belə təfriqə yaradırsa, o din ziyanlıdır. İslam bu saat ailələr içində təfriqə yaradır. Ailə içində, elə böyük milləti demirəm. Baxırsan ki, ata oğulla yola getmir. Niyə? Ata tutaq ki, içir, çəkir, nə bilim də başqa həyat tərzi var. Oğul müsəlmandır, namaz qılır, oruç tutur, atası ilə yola getmir. Deyir, ata sən səhv yoldasın. Və təfriqə var ailə içində. Nəyə görə? Səbəbkar kimdir? İslam dini. Deyirlər ki, yazırlar, mənə də yazırlar ki, bilirsən, İslam özü gözəl dindir, adamlara görə dəyər verilməməlidir. Vay balam, örnəklərinizi göstərin də. Yaxşı örnəkləri göstərin. Biz onlara baxaq, ilhamlanaq.